Son olaraq bizə qeydiyyatda olduğunuz ünvan və ailə vəziyyəti ilə bağlı məlumatlarınız lazımdır. Şəxsiyyət vəsiqənizi təqdim edə bilərsiniz, zəhmət olmasa. Buyur qızım. Təəssüf ki, bu nəsil şəxsiyyət vəsiqələrində həmin məlumatlar yoxdur. Amma MyGov-dan əldə edə bilərsiniz. Hə, Səbişim. Mən balam. Bugün babanın işi biraz uzandı. Bugün sən otur dərslərini örgən. Baba səni sabah parka aparacaq. Yaxşı, mənim ürəyim. Ağlama babanın göl balası, ağlama. Ay Səbiş, nəvəmə söz vermişdim. Dərslərində 5 alsa onu parka aparacağam. Uşağın yanında da yalancı çıxdım. Qızım, bu MyGov hardadır? Hara getməliyəm mən? Heç yerə getməyəcəksiniz. Telefondadır. MyGov tətbiqini yükləməyiniz kifayətdir. İstəyirsiniz gəlin kömək eləyim, həll eləyək. Nəvənizi də çox gözlətməyin. Qeydiyyatda olduğunuz ünvan və ailə vəziyyəti barədə məlumatlarınızı heç yerə getmədən rahatlıqla MyGov tətbiqindən saniyələr içində əldə edə bilərsiniz. Səbiş, yıxılarsan mən balam, ehtiyatlı ol. Hey Səbiş, kaş bizim dövrdə də MyGov olardı. Sənə sünət dalınca getdiyim vaxtı sənə ayırardım.